mənim paylaşdığım bir tənqidi material var. Altından yazır ki, filankəs haqqında danışda qorxursan. Niyə ümumiyyətlə bizim cəmiyyətdə formalaşıb ki, mütləq hər şey haqqında jurnalist danışmalıdır. İşdən də o qovulmalıdır, yuxarıdan da ona zəng gəlməlidir, onun da verilişini bağlamalıdırlar. Tutaq ki, jurnalisti aşağılamalıdırlar da. İndi bizdə daha çox belə deyək də bu dəb sözüdür, linç eləməlidirlər də. Niyə hamısını jurnalist eləmədi? Axı bu cəmiyyətin əsasını jurnalist, aparıcı, müxbir təşkil eləmir. O dediyimizin kökündə qorxu dayanıb ona görə. Bəli. Ümumiyyətlə Səidə xanım, jurnalistika sahəsi həmişə 4-cü hakimiyyət adlanıb Sovet dövründə. Mən özüm Sovet dövründə o vaxt Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə sənəd vermişdim. Jurnalistika fakültəsi, hüquq fakültəsi, bir də tibb fakültəsi o dövrdə ən perspektivli fakültələr hesab olunurdu. İndiki kimi 14 yer yazın birinə düşər, ora düşər, yox. O vaxt təsəvvür edin, o zaman 7 milyondu Azərbaycan əhalisi. Bu 7 milyon Azərbaycan əhalisinin ən çoxu verərdi jurnalistikaya və hüquqa. Niyə? Dediyim kimi jurnalistika 4-cü hakimiyyət idi.